Arıqlamaq istəyiriksə, bunu mütləq bilməliyik. Bu iki sir bizə arıqlamaq üçün vacibdir. Bu iki sirri bilmədən arıqlamaq mümkün deyil. İndi deyəcəksiniz ki, bu qızın çəkisi 70 kilodur, amma yenə arıqlamaqdan danışır. Bəli, elə məhz buna görə də danışıram. Salam, bilirəm ki, çoxdandır bu tip videolar çəkmirdim. Elə ona görə də istədim ki, bəzi fikirlərimi sizinlə bölüşüm və bundan sonra videolarımız daha sıx olacaq. İlk olaraq ondan başlayım ki, mənə videolarda hazırda neçə kilosuz, indi aralıqlı oruc eləyirsinizmi deyə suallar gəlir. Ona görə də elə istədim bu mövzudan danışaq. Amma videolarda başqa mövzulardan da danışmaq üçün istədiyiniz mövzuları qeyd eləyin və biz o mövzularda sizinlə söhbət eləyək. Videoların altında ən çox arıqlama ilə bağlı, aralıqlı orucla bağlı suallar gəlirdi. Çünki mən bir videoda demişdim ki, aralıqlı orucla çəki atılması mümkündür ki, burada heç bir bu bir diyet deyil, bu sadəcə olaraq həyat tərzidir. Həqiqətən də bu belədir. Bunu çox adam arıqlamaq üçün maraqlanır, amma mən onu qeyd eləmək istəyirəm ki, sizin üçün ilk əvvəl bunun birbaşa arıqlamaqla əlaqəsi yoxdur. Bu bir həyat tərzidir, bu bir belə deyək də, bədənin özünü yeniləməsi üçün atılmış bir addımdır və bunun nəticəsində biz arıqlaya bilirik. Amma bu sırf arıqlamağa yönəlmiş bir davranış olmamalıdır. İlk olaraq bunu qəbul etməliyik. Arıqlamağa gedən yolda bizim əsas bilməli olduğumuz iki sir var. Çox vacibdir bu ki, biz bu iki sirri bilmədən arıqlaya bilmərik. Birincisi odur ki, bizim bədənimizin hazırki olduğu vəziyyət, bizim bugünə qədər yaşadığımız təcrübələrin, keçdiyimiz yolun, həyat tərzimizin, davranışlarımızın, görürsüz hələ qidalanmaya gələnə qədər nə qədər müxtəlif şeylər saymaq olar. Təbii ki, qidalanmağın, fiziki aktivliyin də burada rolu çox böyükdür. Amma yəni bədənimizin forması bütün bunlardan asılıdır. Bədənimiz təkcə qidalanma ilə bu formaya gəlib çıxmayıb. Bədənimiz yaşadığımız təcrübə ilə, keçirdiyimiz həyat tərzi ilə, stresslə, gərginliklə, işlədiyimiz şəraitlə, böyüdüyümüz o şəraitlə, dövrlə də bağlı olaraq bugün bu formadadır. Ona görə də bədənimizin bu formada olmasının, çəkimizin bu belə deyim də səviyyədə olmasının səbəbləri var. Bu heç də səbəbsiz deyil. Bu təkcə mədə ilə bağlı bir proses deyil demək istəyirəm və ona görə də əvvəlcə çəkimizi, bədənimizi, görünüşümüzü qəbul etməliyik. Ondan sonra digər məsələlərə baxmaq lazımdır. Bədənimizi qəbul edib barışmadan, öz bədənimizə hörmət eləmədən digər məsələlər üçün yola çıxmağın inanın mənə heç bir mənası yoxdur. Gəl qəbul eləyək. Mənim çəkim məsəl üçün 100 kilodur, ya mənim çəkim 45 kilodur. Tutaq ki, çəki almaq istəyirəm və yaxud da çəki atmaq istəyirəm. Bu mənə bu proseslərdən sonra gəlmiş bir çəkidir və mən bilirəm ki, fərqindəyəm ki, bunu dəyişmək lazımdır və yaxud da bununla yaşamağı öyrənmək lazımdır. Bu prosesdən bir keçməliyik. Yəni ümid edirəm ki, fikirlərim aydın olur. Bəlkə bəzən qarışıq danışa bilirəm və bədənimizi, çəkimizi qəbul edəndən sonra artıq ikinci bir mərhələyə keçə bilərik ki, yəni çəki atmaq və yaxud da çəki almaq və yaxud da ümumiyyətlə bədənimizdəki nəyisə dəyişmək bizim sağlamlığımız üçün bizə fayda gətirəcəkmi? Həyat tərzimizi, həyatımızın keyfiyyətini belə deyək, artıracaqmı? Bu suala da cavab tapandan sonra artıq arıqlamaq üçün yola çıxmaq olar. Arıqlamaq üçün çıxdığımız yolda deməli bizi qarşılayacaq müxtəlif şeylər var, müxtəlif təkliflər var belə deyim. Bu məsələn ola bilər ki, sağlam qidalanma, bu çox elə ən birinci məsələ budur. Fiziki aktivlik, idman və yaxud da daha əyləncəli yollarını da seçə bilərik. Məsəl üçün pilates, zumba, daha belə aktiv, maraqlı, belə deyim də, dinamik yollarını və aralıqlı oruc da bu seçimlərdən sadəcə biridir. Aralıqlı oruc özün üçün bir yemə və acılıq dövrü müəyyənləşdirdiyin qidalanma formasıdır. Əslində həyat tərzidir. Çünki bu 3 gün elədim, 3 gün dayandım, belə deyil. Bu bir həyat tərzidir. Aralıqlı orucda özün üçün bir qidalanma pəncərəsi, yəni saatları müəyyənləşdirirsən. Bu 6-8 saat olur adətən. Və acılıq pəncərəsi müəyyənləşdirirsən. Qidalanma pəncərəsində tutaq ki, səhər 10, amma burada qidalanma pəncərəsinin günün hansı hissəsində olması insana görə dəyişir. Ola bilər ki, sizin qidalanma dövrünüz tutaq ki, gecəyə düşür.
gündüz aclıq dövrü etmək istəyirsiniz, bədənin daha çox metabolizmamızın daha çox hansı saatlarda sürətli işlədiyini biz özümüz bilirik. Misal üçün mən düşünürəm ki, gecə yatarkən mənim bədənim daha sürətli yağ yandırır ki, bu əslində bir çox insanlarda belə olur. Onda mən aclıq pəncərəmi gecə dövrlərinə sala bilərəm. Həm də o saatlarda biz yatdığımıza görə daha rahat keçir də, belə deyim, həmin o aclıq pəncərəsi. Və biz yemə pəncərəsini gündüz saat 10-dan 6-ya qədər eləyəndə, ondan 6-ya kimi 2 dəfə qidalanırıq, səhər və axşam olmaqla. Günorta arada nəsə bir çərəzlər, istədiyimiz nəsə də atışdıra da bilərik. 3 dəfə də qidalana bilərsiniz, amma mən 2 dəfə qidalanırdım. Səhər 10-da və axşam saat 5-də ki, 6-ya artıq bitsin bu proses. Və bundan sonra arada məsəl üçün günorta çərəzlər yeyə bilirdim. Bəzi az kalorili şirniyyatlar yeyə bilirdim. Düzü şirniyyatdan nə qədər uzaq olsa o qədər yaxşı olar. Yəni burada bir məhdudiyyət yoxdur. Əsas məsələ aclıq dövrünün idarə olunmasıdır. Aclıq dövründə saat 6-dan sonra, yəni mən bu gün qonaqlığa getdim, toya getdim, buna meyvə yedim, almanın kalorisi azdır, belə deyil. Aclıq dövründə isə biz dişlərimizi saxlayırıq, dişlərimizi artıq işlətmirik, unuduruq və artıq maye qəbulu ancaq eləyə bilərik. Yəni 0 kalorisi, çox aşağı kalorisi, cüzi kalorisi olan nələrsə qəbul eləyə bilərik. Bura aiddir açıq çay, yaşıl çay və su. Bir də qara şəkərsiz kofe. Vəssalam. Bunlardan başqa olan şeylər, misal üçün qatığın da müəyyən bir kalorisi var, tutaq ki, xiyarın da kalorisi var. Digər şeylər artıq bizdə kaloriya olaraq geri dönəcəyinə görə və otofaji deyilən bir prosesi pozacağına görə biz bunu aralıqlı orucda eləmirik. Geri gəlmişkən aralıqlı oruc eləyən zaman otofaji adlandırdığımız prosesin işə keçməyi üçün 8 saat bizə aclıq dövrü lazımdır ən azı. Yəni tutaq ki, saat 6-da yeməyi yandırdıqdan sonra mən saat 10-a qədər sadəcə növbəti aclıq dövrüm gəlir. Yəni 4 saata yediklərim həzm olur və yenə də mən acmağa başlayıram. Növbəti 4 saatda, gecə saat 2-yə kimi artıq bədənim öz aclıq tələbatını ödəmək üçün öz belə deyək də piylərindən istifadə eləyir və növbəti 4 saatda artıq saat 2-dən səhər 6-ya kimi olan dövrdə isə daxili piylərdən istifadə eləyir. Səhər saat 6-dan 10-a kimi artıq biz 10-da başlayırıq axı dedik yemə pəncərəsinə. Səhər saat 6-dan 10-a kimi olan dövrdə isə autofaji dediyimiz bir proses baş verir. Burada nədir? Hüceyrələr özünü yeniləyir və belə deyim də, ölmüş, artıq yararsız olan hüceyrələr bədəndə parçalanır və sonra atılır. Bu prosesi pozmamaq üçün ona görə kalorisi olan qidaları qəbul eləmirik aclıq dövründə. Və aralıqlı oruc, yəni orucla mən 2 aya arıqlayacağam, nə bilim 5 aya arıqlayacağam, konkret bir vaxt yoxdur. Çünki bədənin özünü yeniləmə, metabolizmanın belə deyim də işləməsi müxtəlif olduğuna görə hər insanda bu sizdə də müxtəlif ola bilər, məndə başqa cür ola bilər. Məsələn, mən ilk təcrübəmdə aralıqlı orucla arıqlamağa çalışdığım təcrübəmdə 6 aya arıqladım. Təxminən bu ana olduğum dövrə təsadüf eləyirdi. 20 kilodan çox verə bildim. Çox yaxşı istədiyim çəkiyə də gəlib çıxmışdım. Yeri gəlmişkən, mənə videoların altında gəlir hazırdan çəkilosuz və aralıqlı oruc eləyirsizmi? Bəli, mən özüm hazırda aralıqlı oruc eləmirəm, çünki ana olmağa hazırlaşıram. Çəkim indi 70 kilodur, yəqin ki, biraz da artacaq. Ana olduqdan sonra yenidən aralıqlı oruc və fiziki aktivliyimi artıraraq arıqlama marafonuna başlayacağam. Sizi də bu arıqlama marafonuna dəvət edirəm, belə deyim. Çünki sıx tez-tez videolar paylaşacağam. Necə qidalandığımla bağlı reelslər paylaşacağam. Daha doğrusu onda çalışacağam ki, qısa reelslər paylaşım. Və sizlə birlikdə yenə arıqlayacağıq. Bugün aralıqlı orucla bağlı müəyyən sizin suallarınızı çalışdım ki, cavablayım. Hələlik bu videoluq məndən bu qədər. Yenə suallarınız olsa mütləq gözləyirəm.